Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Fevralın 23-dür. Həftəniz xeyirli, ruzlu, bərəkətli olsun. Biz keçən həftənin 5-ci günü, cümə günü qızılın sürətlə qalxması haqqında məlumat verdik. Və biz bunu hardan bildik? Yəni siz də öyrənmək istəyirsinizsə, gəlin təlimlərimizə qoşulun. Sabah saat 19:00-da təlimimiz var və WhatsApp nömrəmiz yuxarıdadır. Və qeydiyyatdan keçənlər bir daha bu WhatsApp nömrə, yuxarıdakı WhatsApp nömrəsinə mütləq yazsınlar ad soyadlarını. Biz yenidən onları deyək ki, əlavə edək. Və biz 5-ci gün qızılın sürətli qalxması haqqında məlumat veririk. 5-ci gündən bu günə təqribən $200 qızıl qalxdı. Bugün yenidən qalxacaqmı, yoxsa qalxmayacaqmı? Səhər saatlarında biz SIP kanalında demək 5165-lərdən satış əməliyyatlarını verdik. Amma digər kanallarda isə 5135-lərdən satış əməliyyatları verdi. Təbii ki, 5100-lərə qədər take profit'də, amma $10 enişlə biz onu yazdıq ki, sığortalamaq lazımdır. Alış əməliyyatları hazırki vəziyyətdən 5141-lərdir. Alışlarımız gələcək 5156-lardan gələcək. Və satışlar yenidən bugün 5121-lərdən gələcək. Bitcoin'e gəldikdə isə Bitcoin nə etdi? Bitcoin də sürətlə aşağı doğru istiqamətə davam etdirir. Səhər saatlarında çox sürətli endi. Bugün yenidən enəcəkmi, yoxsa enməyəcəkmi sualına gəldikdə isə alışlar 66-250-lərdəndir. Satışlar isə 65-200-lərdəndir. Bir də nəzər çatdırım ki, bu sabahki seminar üçün 19:00-da olan seminar üçün bizim izləyicilərimiz, orada qeydiyyata keçənlər yenidən bu nömrə ilə adlarının, soyadlarını yazsınlar, qeydiyyatdan keçsinlər.